Azərbaycan bugün Belarusdan sonra bütün Avropa qitəsində 48 ölkənin arasında ən çox jurnalist həbs eləmiş bir ölkədir. Azərbaycan hakimiyyəti azad sözdən, müstəqil mətbuatdan qorxur. Ki, Azərbaycanda mətbuatın susturulması dövlət siyasətidir. Təkcə yerli mətbuat susturulmayıb, artıq BBC-nin Azərbaycan ofisi bağlanıb, Azadlıq Radiosunun ofisi bağlanıb, Amerikanın səsi bağlanıb, hətta Azərbaycanın dövlət rəhbərliyi beynəlxalq medianda artıq ittiham eləyir. Bütövlükdə Azərbaycanda jurnalistika cinayət hesab olunur. Teymurun birinci instansiya məhkəməsində, Bakı Ağır Cinayətlər Məhkəməsində iş materialları ilə, protokolla tanış olarkən məlum olmuşdur ki, protokollar kifayət qədər saxtalaşdırılıb, eləcə də həmin saxtakarlıq hökmlər öz əksini tapmışdı. Bundan bağlı biz audio kasetlə tanış olmaq istədik və proses qanunverici uyğun olaraq əgər audio ilə protokol arasında fərq varsa audio tətbiq yazılışlar əsas götürülməlidir. Lakin audio kasetlərlə tanış olmaq bizə icazə verilmədi. Yalnız apellyasiya instansiyasında biz onunla tanış ola bildik. Məlum oldu ki, bəli, çoxlu ziddiyyətlər var, çatışmamazlıqlar var. Onunla bağlı protokola böyük qeydlər verildi, təxminən 25 bənddən ibarət. Və ona görə də vəsatət verildi ki, həmin protokola qeydlərə birinci instansiya məhkəməsi qiymət verməlidir. Ona əlaqəli olaraq vəsatət təmin edildi və iş məhkəmə baxışından çıxarılaraq protokola qeydlərə münasibət bildirmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.